Biraz istəyirəm elə bu məsələ ilə başlayaq. Çünki mövzu ilə bağlı Rus ekspertlərinin verdiyi bir sıra təhlillər var, açıqlamalar bu yöndədir ki, Rusiya artan tendensiyadan fəal şəkildə pul qazanır. Bu da ona hərbi əməliyyat zamanı uğurlu hücumu davam etdirməyə imkan verəcəkdir. Təbii ki, burada qazanan tərəf sadəcə Rusiya deyil, Birləşmiş Ştatların da qazandığı deyilir Rusiya mediası tərəfindən. Avropa isə onlardan daha da asılı vəziyyətə düşür deyə bir açıqlama var. Yəni, İsrail və İran münaqişəsindən qazanan tərəflər əslində kimlər ola bilər və bu münaqişənin uzanmasında maraqlı olan tərəflər ola bilərmi? Bunu müzakirə edək. Studiya qonağımız var, siyasi şərhçi Əhməd Şahidov qonağımızda. Xoş gəlmisiniz Əhməd bəy. Hər vaxtınız xeyir olsun. Bu Rus ekspertlərinin fikirləridir ki, qazanan tərəflər əslində az öncə sadaladığım tərəflərdir. Siz hansı fikirdəsiniz? Həqiqətən İsrail-İran münaqişəsi Rusiyaya, Birləşmiş Ştatlara, Çinə və ya Avropanın özünə hansı formada təsir edir? Yəni, söhbət müsbət mənada Ümumiyyətlə, gedir. müharibələr təbii ki, insanların ölümü, şəhərlərin, ölkələrin dağılması deməkdir. Bu bir faciədir. İlk növbədə humanitar aspektdən yanaşsaq. Amma təəssüflər olsun ki, böyük güclər üçün, böyük şirkətlər üçün, ölkələr üçün müharibə həm də milyardlarla dollar qazanc deməkdir. Burada həm siyasi, strateji üstünlüklər əldə eləməklə yanaşı, eyni zamanda konkret olaraq maliyyə gəlirlər deməkdir. Və nəzərə alsaq ki, Ukrayna-Rusiya müharibəsi fonunda ən çox qazanan təbii ki, Amerika Birləşmiş Ştatlarıdır. Çünki əvvəlcə hələ Biden dönəmində milyardlarla dollar məbləğində silahı Ukraynaya hədiyyə kimi verən Amerika indi Trump dönəmində həmin milyardlarla dolları geri almağa çalışır. Bu eyni zamanda silah istehsal edən, silah ixrac edən ölkələr üçün istehsal sənayesinin artıq durmadan fəaliyyət göstərməsi, yeni silahlar istehsal etməsi və bunun ölkələrə ixrac etməsi, satması deməkdir ki, bu ciddi maliyyə gəlirlər deməkdir. Və konkret olaraq Ukrayna-Rusiya müharibəsində təbii ki, ABŞ qazanır. Çünki onun silah sənayesi durmadan inkişaf işləyir, çalışır. Bu, həm Ukraynaya silah satışı deməkdir. Eyni zamanda Ukraynanın təhlükəsizliyindən sonra öz təhlükəsizliyi üçün narahat olan Avropa ölkələrinə ciddi silah ixracıdır. Çünki bugünə qədər Avropa özünün kollektiv təhlükəsizliyini müstəqil şəkildə qurmaq iqtidarında deyildi. Hər zaman Amerikadan asılı vəziyyətdə idi və Ukrayna müharibəsindən sonra artıq Avropanın ABŞ-dan asılılığı daha da artmağa başladı. Burada qazanan eyni zamanda Çindir. Çünki dünyanın diqqətinin Ukrayna-Rusiya müharibəsinə yönəlməsi, Rusiyanın yeni silahlar, hücum və müdafiə silahları əldə eləməsinə gətirib çıxarır ki, bu Rusiyanın özünün silah istehsal edən müəssisələrinin gücü xaricindədir. Rusiya bugün İrandan, Şimali Koreyadan, Rusiya, Çindən silah alırdı ki, bu da həmin ölkələr üçün ciddi gəlir mənbəyi deməkdir. Və konkret olaraq İsrail-İran müharibəsində təbii ki, yenə Amerika İsrailə və onun müttəfiqlərinə belə deyək, silah satır. Yəni bu, çünki hər gün minlərlə İran ballistik raketləri İsrail ərazisinə yönəlirsə, həmin raketləri vurmaq üçün İsrailin də özünün minlərlə, hər raketə ən azı bir Arrow raketi ilə cavab verib, onu zərərsizləşdirmək lazımdır. Artıq İsrailin də özünün silah ehtiyatı tükənməkdədir. ABŞ-dan ciddi silahlara ehtiyac var. Bu, ABŞ üçün yeni qazanc deməkdir. Digər tərəfdən, geosiyasi nöqteyi nəzərdən yanaşsaq, Çin üçün Tayvan və Cənub Çin dənizində üstünlüyü ələ almaq üçün çox, belə deyək, əlverişli bir fürsət yaranıb. Çünki dünyanın, xüsusən də Çinin əzəli rəqibi olan ABŞ-ın diqqəti yaxın şərqdə və bugün də İsrail-İran müharibəsinə yönəldiyi bir anda Çin səssiz şəkildə Tayvan ətrafında özünün hərbi üstünlüyünü artırmaqdadır. Bəs Əhməd bəy, Hörmüz boğazının bağlanması ilə bağlı bir məsələ gündəmə gətirilir, gətirməyən. Hətta bəlkə deyirlər ki, İranın təhdidləri içərisində bu variantda ola bilər. Nə qədər, yəni buna gedə bilər sizcə İran? Bu ciddi məsələdir. Hörmüz boğazının bağlanması təbii ki, İranın əlində olsa da, bu amma artıq prosesləri sürətli inkişaf elətdirməyə və İrana qarşı hərbi hücumları artıra bilər. Çünki Hörmüz boğazı dünya neft bazarı
Rusları üçün önəmli bir keçiddir. Zaman-zaman İran rəhbərliyi həmin boğazın bağlanması ilə bağlı təhdidlər səsləndirir. Hətta bu müharibənin ilk saatlarında belə İranda bəzi siyasi dairələr bu boğazın bağlanması təklifini irəli sürdülər. Amma bu təbii ki baş verərsə dünyada neft qiymətləri sürətlə artacaq. Hərçənd ki bu müharibə fonunda artıq neftin qiymətləri 10-15% artıb və bu artış elə İranın özü üçün də bir problemdir. Çünki o boğazın bağlanması İran neftinin xaricə satışına əngəl yaradacaq və bugün İrana ciddi vəsait lazımdır, maliyyə resursları lazımdır yeni silahların alınması üçün, istehsalı üçün və İran maksimum şəkildə son bir həftədir ki, neft ixracını dəfələrlə artırıb. Həmin boğazın bağlanması elə İranın özü üçün də mənfi təsirləri var. Amma inanmıram ki, ABŞ və Böyük Britaniya bu boğazın bağlanmasına göz yumsun. Əgər bu baş verərsə, İrana qarşı daha sərt və radikal addımlar atılacaq. Yəni sadəcə İsrail deyil, digər tərəflər də məhz İranla qarşı-qarşıya gələcək deyirsiniz. Bu arada təbii ki, yenilənən xəbərimiz də var. Əhməd bəy ilə istəyirəm həm tamaşaçılarımız üçün də onu təqdim edim. Mövcud vəziyyətlə bağlı, yəni İsrail-İran münaqişəsi ilə bağlı Macarıstan öz səfirliyini müvəqqəti olaraq İrandan Azərbaycana köçürüb. Bu barədə Macarıstanın Xarici İşlər Naziri Peter Siarto sosial şəbəkə səhifəsində video müraciət edib və həmin video müraciətdə vurğulayıb ki, Macarıstan müvəqqəti olaraq səfirliyini məhz İrandan Azərbaycana köçürüb. Yəni görürük ki, belə ölkələr tərəfindən müəyyən bir addımlar atılır. Bu hazırda düzdür. İsraillə İran arasında gedir ayın 13-dən etibarən münaqişə davam edir. Ancaq bu cür ölkələrin rəsmi nümayəndələrinin köçürülməsi, mərkəzlərinin digər ölkələrə köçürülməsi müharibənin daha da alovlanacağının siqnalı ola bilərmi? Təbii, artıq müharibə mən deyərdim elə alovlanıb. Konkret olaraq hər gün Tehran və digər əsas şəhərlər bombalanır. İran buna cavab verir və burada Azərbaycanın önəmi artmaqdadır. Çünki həmin ölkələr öz vətəndaşlarını, diplomatlarını və onların ailə üzvlərini Azərbaycan üzərindən evakuasiya edirlər. Çünki İranın digər qonşuları ilə sərhədləri ya bağlıdır və ya əsas çıxış qapısı, Avropaya çıxış qapısı məhz Azərbaycan üzərindəndir. Artıq o ölkələr bir-bir İran ərazisini tərk etməklə yaxşı başa düşürlər ki, yaxın günlərdə artıq ABŞ da İranın bombalanması prosesinə qoşula bilər ki, bu artıq geri dönüşü olmayan ağır faciələrə gətirib çıxara bilər. Bu arada elə proqnozlar da var. Bunlar tam rəsmi bir açıqlama deyil, Əhməd bəy, amma deyilənə görə Birləşmiş Ştatlar bu şənbə və bazar günü üçün proqnozlaşdırır ki, məhz İsrail-İran münaqişəsinə qoşulsun deyə bu ehtimal verir. Bununla bağlı ABŞ prezidenti, ümumiyyətlə bu müharibəyə kəşfiyyat və lojistik nöqteyi nəzərdən ABŞ elə əvvəldən qoşulub, İsrailə tam şəkildə dəstək verir. Amma bir də var açıq formada. İndi ABŞ, Böyük Britaniya və onun müttəfiqləri Yaxın Şərq ətrafında öz hərbi donanmasını artırır və ABŞ prezidenti Donald Trump'ın son açıqlamaları da nə təsdiq, nə təkzibdir. Yəni iki başlı açıqlamalar verməklə və Xamneyinin öldürülməsi ilə bağlı fikirlər səsləndirməklə əslində ABŞ-ın aktiv şəkildə İrana qarşı bu müharibəyə qoşulma ehtimallarının yüksək olduğunu göstərir. Həm də mediadan açıq şəkildə qeyri-şərtsiz təslim çağırışı eləyib və İran ali dini liderindən və digər rəsmilərdən bunu qətiyyətlə rədd etmək fikri var. Zaman-zaman Omanda güya ABŞ və İran rəsmilərinin görüşü olacağı ilə bağlı açıqlamalar verirsə də İran tərəfi bunu qəti şəkildə təkzib eləyir. Görünən odur ki, tərəflər artıq heç bir nəinki kompromis, ümumiyyətlə dialoqa belə meyilli görünmür. Amma son olaraq Əhməd bəy, xatırlayırsınız elə Donald Trump'ın özünün verdiyi bir açıqlamaydı ki, iki nəfəri James Davidlə Steve Witkoff'u artıq müəyyənləşdirib, hansı ki İran tərəfinə, yəni Araqçı ilə birbaşa təmaslara keçsinlərdi, hansı ki bu nüvənin zənginləşdirilməsi ilə bağlı məsələdə danışıqlara başlanılsın deyə. Əslində danışıqlar çoxdan başlayıb. Omanda bir-birinin ardınca 5 dəfə görüş keçirilib və 6-cı raund iyun ayının 15-də olmalıydı. Sadəcə 2 gün əvvəl İsrailin qəfil hücumu artıq bəlkə də bilərəkdən planlı şəkildə bu danışıqların pozulmasına gətirib çıxardı. Artıq danışıqlara ehtiyac qalmadı. Amma Trump demişdi ki, biz onlara 60 gün vermişdik və 60 gün müddətində bir cavab gəlmədiyi üçün 61-ci günündə artıq şərtlər elə maksimalistdir ki, elə maksimum şərtlər irəli sürülüb ki, İranın ümumiyyətlə nüvə araşdırmalarından geri çəkilməsi, ərazisində olan uranın, zənginliklərin
zənginləşdirilmiş uranın ərazisindən çıxarılması və ümumiyyətlə nüvə siyasətindən bir dəfəlik geri çəkilməsi bu İran tərəfindən qəbul edilən deyil. Ən azı müharibəyə qədər. İndi müharibənin gedişində daha çox itkilər verdikdən sonra artıq müharibə tərəfləri məcbur olur ki, razılaşmaya gəlsin. Amma burada birmənalı şəkildə İranın yavaş-yavaş çökdürülməsi, məğlub edilməsi prosesi gedir ki, burada güzəştə gedəcək yeganə tərəf İran İslam Respublikası olacaq. Aha, görə indi siz bu fikirdəsiz, təhliliniz bu formadadır. Gələk biraz da İranın dəstəkçilərindən danışaq. Çünki bu münaqişədə çoxları deyir ki, İsrailin əsas tərəfdaşı gizlin və ya açıq formada Birləşmiş Ştatlardır. Yəni ona ilk anda yardıma gələcək ölkə bəllidir. Ancaq İran tərəfdən çox ölkənin adı hallandı. Elə ilkini biz biraz öncə müzakirə etdik müəyyən qədər. Rusiya və Çinin adı hallanır. Deyilinə görə onlar çox da elə də açıqlama vermir, ancaq bəyanatla kifayətlənirlər. Qalır digər proksi qüvvələri, yəni Hizbullah, Həmasın başı onsuz da qarışıb kifayət qədər güclü deyillər. Bir də qalır Husilər. Onlar da müəyyən bir bəyanat verdilər ki, biz sizə qoşula bilərik. Ancaq İran onlarla nə edə bilər? Bu da bir qədər sual altındadır. Maraqlı məqam, biz ilkin variantda xatırlayırsınızsa müharibə başlayan kimi Rusiya ilə İran arasında bir strateji əməkdaşlıq var və dərhal ağlımıza gəldi ki, Rusiyanın mövqeyi necə olacaq deyə. İlkin variantda Kreml gözlədi, dedi biz müəyyən bir açıqlama verəcəyik. Ardınca elə az öncə verilişimizə də başlarkən bir ifadəni işlətdim ki, Putinlə İsrail və İran münaqişəsi ilə bağlı elə bir açıqlama gəlib ki, əksinə biz İran mövqeyli bir açıqlama gözləyirdik, ancaq əksinə Putinin balanslı bir mövqeyini gördük. O ifadəni bir daha həm də tamaşaçılarımız üçün də xatırladım ki, işlətdiyi ifadə nədən ibarət idi Vladimir Putinin? Rusiya İsrailin narahatlığını aradan qaldırmaqla yanaşı İranın dinc nüvə enerjisində maraqlarını təmin etməyə hazırdır, deyir Vladimir Putin. Bu arada elə bu məsələ ilə bağlı da təbii ki, Vladimir Putinin başqa bir yanaşması da var məsələyə. İstəyirəm elə onun açıqlaması üzərində biraz köklənək, izləyək yenidən, daha sonra müzakirəmizi davam etdirək. Наши специалисты Mütəxəssislərimiz bu şəhər atom elektrik stansiyasında işləyirlər. Orada 250 nəfər, ezamiyyətdə olanlar da var. Onların ümumi sayı 600-ə çata bilər və biz oranı tərk eləmirik. İran bizdən başqa dəstək istəməyib. Bir dəfə İranlı dostlarımıza hava hücumundan müdafiə sistemləri sahəsində işləməyi təklif elədik. Lakin onlar buna o qədər də maraq göstərmədilər. Strateji tərəfdaşlıq sazişində isə müdafiə sahəsi ilə bağlı heç bir maddə yoxdur. Dostlarımız bunu bizdən tələb eləmir. Elə Əhməd bəy, sizdən Vladimir Putinin bu açıqlaması və az öncə İsrail-İranla bağlı balanslı mövqeyinin bir qədər təhlilini işlə. Nə vadar elədi ki, Vladimir Putin bu cür açıqlama versin? Rusiya-İran arasında strateji müttəfiqlik razılaşması var və bunu biz elə Ukrayna müharibəsində İrandan Rusiyaya verilən ballistik raketlər, dronların timsalında gördük. Amma İsrail-İran müharibəsi fonunda Rusiyanın hansısa bir ciddi dəstəyi görünmür. Əslində bunu gözləmək də sadəlövlük olar. Çünki Rusiyanın başı bugün Ukraynada elə qarışıb ki, hələ öz istəyinə nail olmuyor və Putin çox yaxşı anlayır ki, əgər İrana qarşı İsrailin və ABŞ-ın planlarında İrana dəstək verilsə Rusiyadan, artıq ABŞ-ın və İsrailin daha çox Rusiyaya qarşı siyasəti ola bilər. Çünki Ukrayna-Rusiya müharibəsi hər nə qədər də qərbi maraqlarında olsa, ABŞ və İsrail heç bir halda bu müharibədə açıq tərəf olmaqla bağlı bir fikirləri yox idi. Ukraynaya dolayısı dəstək verilirdi. Amma İran birbaşa ABŞ-ın və İsrailin düşmənidir. Bu müharibə aktiv şəkildə davam edir və İrana zərrə qədər dəstək verəcək istənilən ölkə İsrail və ABŞ-ın hədəfində olacaq. Belə olan halda Ukraynada Rusiyanı daha da çökdürməklə bağlı ABŞ-ın və İsrailin əlavə addımları ola bilər. Bu baxımdan Rusiya bu məsuliyyətini, belə deyək, bu riski dərk eləyir. Ona görə Putinin sözbəsöz açıqlamaları var ki, strateji müttəfiqliklə bağlı olsa belə müdafiə məsələsi yoxdur. İran bizə hələ də müraciət eləməyib. Təbii ki, İran hələ də heç bir dünya ölkələrinə açıq şəkildə müraciət ünvanlamayıb. Amma zaman-zaman İslam ordusunu yaratmaqla bağlı güya Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanın da, İranın da iştirakı ilə birgə İslam ordusu yaradılacaq. Bu hələ ki öz əksini tapmır. Heç bir halda nə Türkiyə, nə Səudiyyə Ərəbistanı İranla birgə İsrailə və Amerikaya qarşı savaşa
savaşacaq bir niyyəti yoxdur və bu baxımdan Rusiyanın belə balanslı görünməsi əslində ehtiyat tədbiri kimi başa düşülməlidir. O ki qaldı Çin, çünki İranın həm Şanxay Əməkdaşlıq Təşkilatı və digər platformada Çin ən yaxın müttəfiqidir və savaşın ilk günlərində Çindən gələn hərbi təyyarənin İran ərazisinə enməsi bu bir qısa bir müddətli xırda bir dəstək ola bilər, amma aktiv şəkildə Çinin İran tərəfində savaşmasını gözləmək bu sadəlövhlü olardı. Çünki Çin də bu prosesi, bu müharibəni özünün Tayvan və Cənub Çin dənizi hövzəsindəki maraqlarını daha da sürətləndirmək, orada hərbi üstünlüyünü artırmaq üçün bir şans kimi görür ki, ABŞ-ın və İsrailin fikri bugün, daha doğrusu ABŞ-ın fikri İrana qarşırsa, Çin bu müharibə fonunda özünün Tayvan ətrafında hərbi üstünlüyünü artırsın. Davam edəcəm Əhməd bəy sizlə müzakirəmizə. İstəyirəm hörmətli tamaşaçılar, elə İran-İsrail münaqişəsi ilə bağlı Vandan, yəni sərhəddən olan son vəziyyəti də bir qədər sizə təqdim edək, görə oradan necədir vəziyyət. Çünki dünən də biz əslində canlı bağlantıları davamlı olaraq diqqətdə saxlayırıq ki, İrandan Türkiyə ərazisinə keçən vətəndaşlarla bağlı elə bugün üçündə görək vəziyyət necədir. Hazırda canlı bağlantıda bizi gözləyən qonağımız var. Sözcü TV-sinin müxbiri Gülnur Saydam bizi gözləyir. Salamlayıram sizi. Evet. Öncelikle iyi yayınlar diyelim size. Teşekkürler. Buradaki atmosferi anlatıp isterseniz. Gülnur xanım, texniki bir problemimiz oldu. Sizin səsinizi tam eşidə bilmədi. İndi xahiş edəcəm əməkdaşlarımızdan mümkün olsa yenidən cəhd edək. Bir qədər sonra Gülnur xanımla yenə əlaqə saxlayaq. Görək o sərhəddəki vəziyyət hansı yerdədir. Onunla bağlı detalları da bir qədər sonra sizlə bölüşməyə çalışacağıq. Siz, Əhməd bəy, qeyd etdiniz ki, Rusiya və Çinin mövqeyini vurğuladınız. Ancaq burada sizcə İran müharibəsində Pekinin özünün ayrıca sadəcə Tayvan məsələsi deyil, başqa digər maraqları da varmı? Yəni, xüsusilə də misal üçün, Birləşmiş Ştatlar resurslarını həmin əraziyə diqqətini daha çox yönləndirəcək və Çin hansı ki, iqtisadi deyək, məkanda tək başına qalacaq və yenə o formada da davam edəcək. Misal üçün, səbəblərdən biri bu ola bilərmi? Təbii ki, Çinlə ABŞ arasında əzəli bir belə deyək, səssiz savaş davam eləyir. Ən amansız rəqiblərdir və İranın düşməsi, İranın tamamilə məğlub olması Çinin maraqlarına uyğun deyil. Çünki dünyada qərbə qarşı, ABŞ-a qarşı mübarizə aparan əsas ölkələr var. Bunlar Rusiyadır, İrandır, Çindir. Rusiya artıq Ukrayna müharibəsində tükənmək üzrədir. Başı Ukrayna müharibəsinə qarşı və növbəti mərhələdə İranın da birbaşa bombalanması və İranın məğlubiyyəti ilə nəticələnən bir siyasi düzən heç bir halda Çinin maraqlarına uyğun gəlmir. Çünki Çin hər nə qədər güclü olsa da növbəti mərhələdə özünə qarşı hücumların artacağını yaxşı düşünür, yaxşı anlayır. Bu baxımdan İrana açıq dəstək vermək planı olmasa da, amma İranın da tam məğlub olmasına göz yummayacaq. Amma istənilən halda bu fürsəti özünün geosiyasi, hərbi və iqtisadi maraqlarının təmin olması üçün bir fürsət olaraq dəyərləndirir. Aha, davam edəcəm yenə sizlə. Əhməd bəy, müzakirəmiz hələ bitməyib. Yenə istəyirəm Gülnur xanımla bir daha canlı bağlantı quraq. Bir daha salamlayıram sizi Gülnur xanım. Eşidirsinizmi bizi? Evet, şu anda duyuyorum sizi. Aha, buyurun, devam edebilirsiniz. Sizden eşidək son vəziyyəti. Evet, şu anda tabii her iki ülke arasındaki çatışmaların boyutu arttıkça olduğumuz noktada Kapıköy sınır kapısında da İran vatandaşlarının hareketliliği artıyor. Öyle ki bugün 7. gündeyiz. En yoğun günlerden birisi bugün Perşembe ve yarın da yine aynı yoğunluk bekleniyor. Peki neler yaşanıyor? Hem size gösterelim burada. Bakın, ağırlıklı olarak gelenler var burada. İran'dan gelenler var. Ancak düne kadar ağırlıklı olarak da yurt dışından, Avrupa'dan, İstanbul'dan, Ankara'dan, yani Türkiye'nin farklı noktalarındaki İran vatandaşları önce Tebriz'e geçmeye çalışıyorlardı. Ardındansa yine bombaların hedefindeki olan diğer nokta Tahran'a geçmeye çalışıyorlardı. Zira o noktada, yani İran'daki yakınlarına ulaşamıyorlardı. Bununsa sebebi şu anda tabii iletişim ağları, WhatsApp kullanılmıyor, telefon ağları çekmiyor. Yani İran'daki yakınlarına ulaşamayan Avrupa'daki İranlılar önce Türkiye'ye geliyor, ardından Van'a geçiş yapıyor.
Gümrük Kapısı'na, Kapıköy'e ve buradan da tekrardan önce Tebriz'e sonra da Tahran'a geçmeye çalışıyorlar. Bu çok da kolay olmuyor. Zira bölge hala şu anda çatışma altında. Ancak öte yandan tabii ki bugün ise ağırlıklı olarak gelenler var. Tahran'dan gelenlerin ağırlığı bugün. Çünkü Tahran'la Kapıköy şu an olduğum nokta arasında yaklaşık 12 saatlik bir mesafe var normal zamanda. Ama tabii sizler de biliyorsunuz ki Tahran şu anda bombaların altında, orada bir savaş var. Bu nedenle birçok kişi Tahran'dan çıkmaya çalışırken de trafik bir yoğunluğu oluyor o noktada. 12 saatlik bir mesafe çoğu zaman 24 saate kadar çıkabiliyor. Sadece İran vatandaşlarıyla karşılaşmadık bugün. Bir o kadar da Umman'dan gelenler var. Onları büyük otobüsler bekliyor olacak. Konsolosluklar o ülkedeki kendi turist vatandaşlarına çağrıda bulundular. Savaş bölgesini terk edin dediler. Dolayısıyla farklı ülkelerden olan kişiler de var. Aslına baktığımızda şu anda burada çok karmaşık bir durum var diyebiliriz. Onlar da ne yapacaklarını bilmiyorlar. Türkiye'de evi olanlar Türkiye'de kalacak, savaş bitene kadar bunu öğrendik. Avrupa'da evi olanlar, Avrupa'da ya da yakınları olanlarsa bir şekilde önce Kapıköy sınır kapısına geliyorlar, ardından havalimanlarına ya da otogarlara giderek İstanbul'a, oradan da yurt dışına, Avrupa'ya geçmeye çalışıyorlar. Çok uzun bir aslında göç yolu diyebiliriz. Tabii ki hepsi şunu bekliyor: savaş bittiği takdirde de yeniden ülkemize dönmeyi bekliyoruz diyorlar. Şöyle biraz etrafı da gösterelim. Bakın bu noktada hemen arkamda otobüsler var. Bu otobüsler, minibüsler buraya gelen İran vatandaşlarını alıyorlar. Önce otogarlara ve havalimanlarına götürüyorlar. Dolayısıyla birçoğu zaten Van'da kalacak bir otel bulamıyor. Van şu anda tamamen bütün oteller, Van'daki oteller şu anda dolu. Kapasite olarak dolu. Ne yapıyor gelen kişiler? Farklı şehirlerdeki, Van'a yakın noktalardaki diğer şehirlerdeki otellere yerleşip bir sonraki gün tekrardan yola çıkıyorlar. Elbette ki korkuyorlar. Elbette ki savaş paniğini yaşıyorlar ama şunu da hatırlatalım. 80 ve 88 yılları arasında hatırlayacaksınız İran-Irak Savaşı vardı. Şimdi İran-Irak Savaşı'na tanıklık eden, o savaşın o acısını yaşayan kişilerin çocukları şimdi İsrail ve İran Savaşı'na tanıklık ediyorlar. Yani bu da şu demek oluyor: aslında iki nesil boyunca bir savaşa tanıklık etme durumu söz konusu. Haliyle de üzgünler, istemiyorlar savaş olsun ve bir an önce savaşın bitip ülkelerine dönmelerini bekliyorlar bu anlamda. Sadece tabii kıyafetlerini, çantalarını alabilenler elbette ki şanslı. Bir o kadar da evcil hayvanıyla gelenler var. Yani mesafe uzun ama zor da olsa evcil hayvanlarını memleketlerinde bırakmamışlar, İran'da bırakmamışlar. Onları da yanlarına getiriyorlar. Buradaki kalabalık, buradaki hareketlilik her geçen dakika, her geçen saat farklı bir atmosfere evriliyor. Daha da yoğunlaşıyor. Dolayısıyla bu hareketlilik şu anda var. Buraya gelen İranlılar, dediğim gibi, bir kısmı Türkiye'de kalacak, bir kısmı Avrupa'ya geçiş yapacaklar. Tabii onlar da tedirginler. Tamamen savaşın bitmesini bekliyorlar. Təşəkkür edirəm Gülnur xanım, minnətdaram. Elə yerindən ətraflı məlumatı bizlə bölüşdüyünü üçün bir daha xatırladım. Hörmətli tamaşaçılar, canlı bağlantıda Sözcü TV müxbiri Gülnur Saydam idi. Hansı ki, İran-Türkiyə sərhədindən, Vandan, Tehrandan və Təbrizdən keçənlərdən bağlı bir sıra xəbərləri bizə təqdim etdi Gülnur xanım. İstər Türkiyəyə, istərsə də Avropaya, həddindən artıq Vanda otellərin belə hər birinin dolduğunu və gediş-gəlişin artıq bugündən etibarən daha da aktivləşdiyi ilə bağlı məlumatı Gülnur xanım bizlə bölüşdü. Yenilənən xəbərlərimiz çoxdur. İstəyirəm onu da diqqətinizə çatdırım. Son xəbərimiz var. Rusiya prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının sədri Si Jinping arasında telefon danışığı olub və bu telefon danışığı zamanı Yaxın
Şərqdəki vəziyyət də müzakirə olunub. Studiya qonağımız Əhməd bəylə də istəyirəm bu məsələnin üzərində də dayanaq. Düzdür, elə son olaraq da biz Çinlə bağlı məsələni müzakirə eləyirdik. Görürük artıq Rusiya və Çin də qarşılıqlı nələrisə müzakirə edirlər. Sizcə hansı məsələ gündəmdə olmuş ola bilər iki ölkə lider arasında? Məsələ Moskva və Pekin arasında müzakirə oluna biləcək əsas məsələ Tehran rejiminin heç bir halda tam şəkildə məğlub olmaması və bu müharibədə qısa müddətlik bir fasilənin yaranması, hər hansı bir, çünki burada İran rejimini də bu nüvə araşdırmasından, uranın zənginləşdirilməsindən imtina etməyə razı salmaq da qəliz bir məsələdir. Bugün ali dini lider və İran rəhbərliyi qəti şəkildə özünün təhlükəsizliyinə bir qarant olaraq görür nüvə silahı əldə etməyə. Hər nə qədər bunu dinc məqsədlər üçün etdiklərini söyləsələr də. Yəni hansısa bir formada iki lider İranı razı salmaqla bağlı bir danışıq etmiş ola bilərmi? Təbii ki, bu yəni, baş verə bilər, amma bugünkü şərtlərdə hələ ki tərəflər bir-birinə qarşı raketlərlə hücumlar etdiyi bir fonda hələ ki İranın ciddi güzəştə getmək kimi bir niyyəti yoxdur. Amma yaxın günlərdə əsas nüvə obyektlərini, strateji hədəfləri sıradan çıxdıqdan sonra İranın başqa variantı qalmayacaq. Bu baxımdan Moskva və Pekin indidən zəmin hazırlayırlar və heç bir halda İranın tam şəkildə məğlub olması, İsrail və ABŞ yönlü bir şəxsin orada iqtidara gəlməsi və ya daha ağır ssenarilər gündəmə gələ bilər, İranın bir neçə hissəyə parçalaması. Bu heç bir halda Rusiya və Çinin maraqlarına uyğun gəlmir. Ən optimal variant Tehranı bu müharibədə razılığa gətirmək, nüvə araşdırmalarından, uranın zənginləşdirilməsindən imtina etməyə razı salmaq. Hətta Rusiya lideri Vladimir Putin belə bir fikir də səsləndirib ki, əgər Rusiya vasitəçi ola bilər və bu vasitəçilik fonunda İran öz ərazisində olan zənginləşdirilmiş uranı təhlükəsiz şəkildə Rusiyaya təhvil verə bilər. Amma nə dərəcə real ola bilər? Donald Trump bunu qəti şəkildə rədd elədi və bildirdi ki, Rusiya getsin öz işi ilə məşğul olsun, Ukraynada problemləri ilə məşğul olsun. Heç bir halda Rusiyanın burada vasitəçilik missiyası qəbul olunmur. Burada vasitəçi ola biləcək ölkə, mən deyərdim, Türkiyədir. Çünki Türkiyədə aktiv şəkildə zaman-zaman vasitəçilik təklifi ilə çıxış edir. Amma Türkiyənin vasitəçiliyi də əslində İsrail və İran arasında deyil, ABŞ və İran arasında ola bilər ki, əgər Ankara və Vaşinqton bu barədə razılığa gəlsələr, hərçənd Trumpla Erdoğan artıq bu barədə telefon danışığı aparıblar. Əgər ABŞ və Türkiyə bu barədə razılığa gəlsə, Türkiyə İranı, ABŞ da İsraili razı sala bilər. Amma hələ ki, nə İsrail, nə İran hansısa bir kompromis barədə düşünmürlər. Qəti şəkildə bir-birinin əsas strateji infrastrukturunu sıradan çıxarmaqla bağlı. Burada amma bir mənalı şəkildə İranın infrastrukturu sıradan çıxır. Çünki İsrailə edilən hücumların, atılan raketlərin nərdəsə %95%-i qarşısı alınır. O düşən raketlərin böyük qismi də dinc yaşayış binalarına, xəstəxanalara düşür ki, hələ ki İsrailin hansısa bir hərbi obyektlərinin ciddi bir zərər görməsi və kütləvi tələfatla bağlı bir məlumat yoxdur. Amma qarşı tərəfdə İranda demək olar ki, hər gün strateji obyektlər, generallar, hərbi kontingent sıradan çıxır. Təhlilləriniz üçün siyasi şərhçi Əhməd Şahidov qonağımız idi. Təbii ki, İsrail-İran münaqişəsində son xəbərlər üzərindən bir sıra təhlillər aparmağa çalışdıq. Vladimir Putinin həm İsrail, həm də İranla bağlı bir balanslı açıqlaması var idi. Burada Rusiyanın, Çinin nəyə görə İrana dəstəyə gəlmədiyi ilə bağlı maraqlar nədən ibarətdir? Bunun üzərində təhlillər aparmağa çalışdıq və son olaraq da təbii ki, Vladimir Putinlə Si Jinping arasında bir telefon danışığı baş tutub. Burada hansı məsələlər gündəmdə ola bilər? Bunu müzakirə etməyə çalışdıq qonağımızla. Mövzu təbii ki, diqqətimizdədir. Davam etdirəcəyik.